Salam, hər birinizi salamlayıram. İlk növbədə təşkilatçılara təşəkkürümü bildirirəm yaratdıqları belə imkan üçün. İlk növbədə bütün qonaqlarımızı salamlayıram. Я приветствую всех наших гостей. Добро пожаловать в Azərbaycan. İlk növbədə özümü təqdim etmək istərdim. Mən Hümbətov Aynur. 16 ildən artıqdır ki, bank sahəsində proqramçı təcrübəm var və 5 ildir ki, Azrobot Robototexnika Tədris Mərkəzində təlimçi və STEM və robototexnika təlimçisi olaraq fəaliyyət göstərirəm. Bugün gözəl çıxışlarımız oldu və çıxışda STEM haqqında çox danışıldı. Burada əyləşən qonaqlarımızdan bir çoxu bəlkə də STEM-la kifayət qədər yaxın tanışdılar və uzun illərdir ki, bu fəaliyyətlə məşğuldular. Amma bu sahəyə yeni başlayan və yeni addımları atan müəllimlərimiz də var. STEM sözünü çox eşidib, amma tam da nə olduğunu bəlkə də bilmirsiniz və öz sahənizdə onu necə istifadə edə bilərsiniz. STEM sözü ümumiyyətlə hansı sözlərdən ibarətdir? Bu 5 sözdən yaranan bir abreviaturadır. Science, Technology, Engineering, Art and Mathematics. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat. Niyə biz bu sahələri birləşdirərək bir təhsil formatı deyək ki, yaradıldı? Ona görə ki, biz nə qədər geniş sahələri bir yerə toplasaq, o qədər geniş layihələri və problemləri həll edə bilərik. STEM uşaqlara biliklərini birləşdirərək real problemləri həll etməyi öyrədir. Təcrübəmdən belə bir hadisəni danışım. Şagirdimiz məktəbə qədər yaşdadır. Növbəti tədris ilində 1-ci sinifə gedəcək və yaşına uyğun modullarımızdan birini bitirir, imtahan verir və sertifikatını alır. İl ərzində dərslərə adətən ana ilə gəlir və ana yaxından uzaqdan dərslərlə tanışdır və nə baş verdiyini bilir. Ata sertifikatı əlinə aldıqda sual verir. İndi mənim uşağım kim ola bilər? Yəni, bu yaşda təbii ki, nə müəllim, nə uşağın özü, nə də valideyn uşağın kim olacağını deyə bilməz. Çox güman ki, valideyn uşağıma nə kimi fayda dəydi, yəni uşağım nə öyrəndi sualını vermək istəyirdi. STEM təhsili yenə də sahəsindən asılı olmayaraq, mən robototexnika təlimçisi olmağıma baxmayaraq, STEM, texnologiya, IT, STEM-i eşidəndə bir çoxları IT və texnologiya başa düşür. Yəni, bu o deyil, bu təhsil formatıdır və burada ilk növbədə interaktiv formada öyrənmə deməkdir. Yəni, düşünməyi öyrənmə deməkdir və STEM təhsilinin faydalarını burada etaplı baxmaq istərdim. Hazırki dövrdə nəyisə haqqında informasiya tapmaq çox asandır, düşünürəm. İnterneti açırsınız, böyük həcmdə informasiyanı tapırsınız. Amma o informasiyanı biz həll etdiyimiz problemlər geniş bir problem olmaya bilər, hər hansı bir dar istiqamətdə. Və o aldığımız böyük həcmdə informasiyanı biz nə edək? Bəzən bu da bizə mane olur. Yəni, o informasiyanı analiz edib, tədqiqat aparıb, oradan lazımlı strukturda biz informasiyanı özümüzə götürməliyik. Sahəsindən asılı olmayaraq, bu tarixdə ola bilər, bu biologiyada ola bilər, bu kimyada ola bilər, IT sahəsi də ola bilər. Yəni, əsas odur ki, siz tədqiqat aparıb uşaq onu öyrənsin. Yəni, informasiyanı götürdü, özü tapdı, tədqiqat apardı, analiz etdi və formalaşmış özünə lazım olan strukturda götürdü. İkinci isə yaradıcılıq və innovasiya. Ümumiyyətlə, incəsənətin elm və texnologiyanla birləşməsi uşaqlara nə verir? Uşaqlara yeni ideyalar və bir problemi fərqli həll yollarına tapmaq imkan yaradır. Yəni, o demək deyil ki, bir düstur var və bir formada biz bir yol düzgün elə bir anlam olmalı deyil. Yəni, uşaqlar fərqli, o yol səhv ola bilər, onun fikri səhv ola bilər, amma o qarşıda onu görüb və düzgün tərəfə gedə bilər. Əməkdaşlıq və komanda işi.
Bu sahə ilə məlumatlıq barəsində bir haşiyə çıxım. Biz 2022-ci ildə Azərbaycanda ilk dəfə Texnofest yarışması keçirildi. Və biz B kateqoriyası üzrə öz tələbə olan Azrobotun müəllimləri ilə və mən mentor olaraq pilotsuz uçuş aparatları kateqoriyasında iştirak etdik və ikinci yerə layiq görüldük. Həmin ildə Samsun'da keçirilən Texnofest yarışmasında biz artıq Azərbaycan delegasiyasının nəzdində qonaq qismində iştirak etdik. Və təbii ki, orada çox sayda pavilyon var idi, gözəl layihələr var idi və biz çalışırdıq hər birindən tanış olaq. Yadımda qalan layihələrdən biri qismən iflic olan insanlar üçün ağızda müəyyən bir avadanlıqdır, ağızda onunla kompüteri idarə etmə. Və maraqlananda ki, siz bu ideyanı hardan tapmışıq? Komanda yoldaşlarından, komanda iştirakçılardan biri qardaşının qismən iflic olduğunu dedi. Yəni, o böyüdüyü dönəmdə qardaşının nə yaşadıqlarını, hansı çətinliklərdən keçdiyini görür və o mövzuya o qədər hakim olur ki, o artıq o həll yollarını, ideyalarını axtarma başlayır. Və təbii ki, onun ideyaları bundan qaynaqlanır. O bu mövzuya bu qədər hakim olmasaydı, o bilməzdi ki, necə yardım etsin. Özü istifadə etdiyi imkanlardan qardaşına necə kömək etsin və bu çox gözəl bir layihə idi və onu gözəl işlək formada reallaşdırmışdılar. Növbəti isə tənqidi düşünmə və problem həll etmə. Bəzən əvvəl mən özüm də təhsil alanda bizim qarşımıza o qədər də problem qoyulmurdu. Yəni, məlumat verilirdi, bu məlumatı biz dərk edib öyrənməliydi və nəticədə öyrəndiyimizi müəllimə qaytarmalıydıq. Amma hal-hazırda yenə də istənilən fəndə müəyyən bir problemi qoyub uşaqları düşünməyə məcbur etmək olur. Məcbur etmək lazımdır. Yəni, onlar artıq o problemi anlayıb həll yollarını axtarsınlar. İnteraktiv öyrənmə. İnteraktiv dərs ümumiyyətlə nədir? Burada müəllimlə şagirdin sıx təmasda olub dərsdə aktiv iştirakı deməkdir. Yəni, müəllim deyir, uşaq sakit oturub dinlədi və dərs bitdi, getdi. Elə olmalı deyil. Real interaktiv dərsdə bir düzgün qeyd edilədilər, idarə olunacaq xaosdur. Yəni, idarə olunacaq xaos da ola bilər, səs-küy də ola bilər. Yalnız bu halda uşaqlar maraqla dərsdə iştirak edirlər. Təqdimat bacarığı. Bir çoxlarımız insan qarşısında çıxış etməkdən çəkinirik və yaxud toplum qarşısında bir ideyamız var. Bəlkə də kimsə gülər, bəlkə də kimsə onu düzgün qarşılamaz. Yəni, buna görə bəlkə də biz düz fikirdəyik. Yəni, biz düşündüyümüz düzdür, amma onu deməyə çətinlik çəkirik və sonradan biləndə ki, düz cavab bu idi, mən də bunu bilirdim, amma demədim. Bir çoxumuz çox güman ki, bununla rastlaşır və bundan öncə sadaladığım bacarıqlar. Onu da qeyd edim ki, ümumiyyətlə sistemdə yəni bu sadaladığımız bacarıqlar hər birimizə istənilən işlədiyimiz sahədə bizə lazımdır. Biz hər birimiz bir kollektivdə işləyirik. Həmin kollektivdə bir problem qoyulur, bir layihəni etmək lazımdır. Burada həm marketinq sahəsi olur, həm satış şöbəsi ola bilər, həm istənilən şöbələr toplanır və bu layihəni, bu problemi həll etməyə çalışır. Eyni zamanda yəni bu bacarıqlar bizim istənilən sahəni seçsək. Deyək ki, biz kollektivdə işləmirik, indi məşhur olan freelancer işləyən insanlar, yəni sərbəst işləyən mütəxəssislər. Bunlar müştəridən sifariş alır, düzdür. Müştəridən sifariş alır, o ilk növbədə düzgün sifarişi qəbul etməlidir. Biz proqramçılarda belə bir anlayış var ki, düzgün texniki tapşırıb yazılıbsa, o iş tez zamanda, düzgün qaydada və müştərinin razılığı ilə bitəcək. Amma texniki tapşırıq düzgün qoyulmayıbsa, biz bir proqramı yazmağa başlayırıq, məntiqi tam
səhv qurulur əvvəlcədən, yəni texniki tapşırıq sonradan dəyişiləndə və freelancerlar da müştəridən o sifarişi aldı. Ola bilər ki, təkcə beyninin məhsulunu vermir, yəni texnologiyaya aid deyil, hər hansı bir xam maldan bir şey hazırlayıb təqdim edir. O xam malı da kimdən salmalıdır? Yəni o danışıqlar, o danışıq bacarığı, o düzgün problemləri, işləri həll etmə bacarığı kollektivdə işləməyən belə freelancerlara lazımdır. Robototexnika və STEM bu eyni anlamda deyil, yəni eyni şey deyil. Biz robototexnika STEM-də nə rol oynayır? Robototexnika STEM-in sahələrini birləşdirə biləcək ən gözəl və ən ideal düşünürəm ki, vasitələrdən biridir. Yəni, bundan öncə sadaladığımız sahələri bir yerdə toplayıb və interaktiv formada uşaqlara təqdim edə bilir. Elm hissəsi, hərəkət, qüvvə, cazibə, enerji, tarazlıq, texnologiya hissəsi, proqramlaşdırma və alqoritmika, mühəndislik, layihələri qurmaq, həmin mexanizmları düşünmək, sınavdan keçirmək, təkmilləşdirmək, incəsənət, dizayn, yaradıcılıq, həmin o ideyaları düşünmək və riyaziyyat, ölçü, hesablama, məntiq. Bu, layihənin mürəkkəbliyindən sonra hesablamaları kifayət qədər çətin hesablamalar ola bilər. Və biz yarışlarda istər xətt izləmə olsun, istər sunu taktikaları olsun, yəni orada kifayət qədər riyazi hesablamalar da baş tutur. Və robototexnika dərsinin avadanlıqlardan asılı olmayaraq, yəni robototexnika dərsinin modelini mən təqdim etmək istərdim. Bundan öncə də deyildi, yəni motivasiya mərhələsi və mövzuya giriş. Motivasiya mərhələsi dərsin məqsədindən asılı olaraq bu yarışa hazırlıq ola bilər. Bu, hər hansı bir oyunla sonlanan dərs ola bilər. Bu, yeni mövzuya giriş ola bilər. Yəni, bu öndə müəllim motivasiya verməlidir. Yəni, uşaqlar bu dərsdə nə üçün iştirak etməlidir? Uşaq da bilməlidir ki, bu dərsə, xüsusən bizim mərkəzdə deyək ki, Lego setlərdir, fərqli texnoloji setlərdir. Uşaq gəlir, nəsə yığır, sökür və gedir. Yəni, dərs bu formada olmalı deyil. Mütləq şəkildə uşaq dərsə girəndə bilməlidir ki, bunu nə üçün edəcək və hansı səbəbdən? Yəni, məqsəd, son məqsəd, nəticə nə olmalıdır? Problemin qoyulması, yəni məqsəd izah olunur, biz bunu nə üçün edirik, nəyi həll etməliyik və hansı problemi həll etməliyik. Sonra planlaşdırma mərhələsi, qruplar formalaşır, robot planlanılır və müəllim, burada design thinking dedilər, planlı düşüncə deyək, problemi anla, problemi anla, araşdır, prototipini qur, sına və nəticə al. Yəni, bu formada düşünərək uşaqlar həmin problemi həll etməyə daha yaxın olacaqlar. Qurma və sınaq mərhələsi. Qurma və sınaq mərhələsi bəzən çox yorucu mərhələ olur. Xüsusən də biz yarışlara hazırlaşırıqsa, eyni robot dəfələrlə sökülüb, yenidən yığıla bilər. Sınaq mərhələsi bir neçə dərs çəkə bilər. Ona görə ki, siz yazdığınız proqramı yenidən yoxlayırsınız və mənfi tərəflərini tapıb düzəldirsiniz. Robototexnikada yarışlar niyə bu qədər vacibdir? İlk növbədə uşaqlar öyrəndiklərini yoxlayır və komandada işi öyrənirlər. Və deyim ki, bir çox uşaqlar biliklərindən asılı olmayaraq həyəcandan bəzən ilk anlarda, yarışlarda özlərini yaxşı büruzə verə bilmirlər. Və bu təcrübəni biz daim yarışlarda iştirak edərək təcrübəni toplamalıyıq. Biz özümüz yerli, beynəlxalq yarışlarda daim şagirdlərimizlə iştirak edirik və burada robototexnikaya aid müəllimlərə bir məlumatım da olardı ki, bizim may ayında 29, 30 və 31 mayda beynəlxalq aero yarışmamız başlayacaq Bakı Ali Neft Məktəbində və qalib olanlar artıq lisenziya alır və Yaponiyadakı yarışda iştirak edə bilərlər. Məlumatlara aero.az
saytından tanış ola bilərsiniz. İndi keçək avadanlıqlara. Mənim burada bir seyirli boğçam var. Seyirbazlar adətən boğçalarından rəngli lentlər, dovşan, göyərçin tapıb çıxara bilərlər. Mən dovşanla göyərçini söz verməyəcəm, amma nəsə bir detallar tapa bilərik. Yoxul qalsın hələ. Deməli, sadə avadanlıqlar, təqdimatın mövzusu sırf sadə avadanlıqlarla bağlıdır və robototexnika dərsində mütləq ki, texniki, yəni belə deyək də, texniki əsaslı setlər olmalıdır və avadanlıqlar olmalıdır. Xeyr, bu belə deyil. Yəni, siz sadə prototiplərlə belə uşaqlara həmin o ideyanı reallaşdırmağa və həmin o problemi həll etməyə kömək edə bilərsiniz. Mən hal-hazırda sizə sadə çubuqlar və rezin göstərəcəm. Yəni, bundan biz nə edə bilərik? Sadə iki detaldır, yəni evdə tapa biləcəyimiz bir detallardır. Bizim bir çox modulların ilk dərslərində RoboHand deyilən bir qurğu olur. Bu, uşaqların detallarla tanışlığı, hərəkətə, motorsuz necə hərəkətə gətirə biləcəklərini öyrədir bu dərslər və orada rezindən istifadə oluna bilər, motor, beyin, heç bir texniki vasitə istifadə olunmur. Burada biz sadəcə rezin və çubuğun istifadəsi ilə həmin RoboHand-i düzəldə bilirik. Yəni, burada məqsəd nədir? Hansı materiallardan istifadə etdiyimiz deyil. Bunu hansı formada birləşdirib hərəkətə gətirə bilərik və başlığına fərqli, çox vaxt uşaqlar heyvan başlıqlarını çəkir, yapışdırır və onlar sonunda yarış və yaxud oyun oynaya bilərlər. Sonra, əlimdə çay qutusu var. Yenə də rezin var. Rəngli kağızlar var. Və su butulkasından olan qapaq var. Biz vaxtımızı və formatı nəzərə alsaq, mən bunu burada da düzəldə bilərdim, amma vaxtımızı nəzərə alaraq mən bunları qaytarıram həmin o seyirli boğçaya və oradan artıq hazır bir o detallardan düzəldilmiş robot toz soranın prototipini göstərirəm. Yəni, burada biz hər hansı bir sahəyə xırda bir detalları töksək, bunu onun üzərindən keçirərək tam da içərisinə yığır. Burada məqsəd nədir? Biz problemi qoyduq uşağın qarşısına, o bir əlində olan detallardan düzəltdi. Bunu biz nə edə bilərik? Təkmilləşdirə bilərik. Daha davamlı korpus, yəni mütləq deyil korobka olsun, daha davamlı təkrar əlavə edə bilərik və motor, beyin və sensorla onu təkmilləşdirə bilərik. Amma ideya yerində qalır. Biz sadəcə o ideyanı təkmilləşdiririk. Məsəl üçün, əgər əlimizdə biz ilk saytdakı videolara baxaq, həmin o dediyim lisosun işləmə prinsipində görəcəksiniz. Əsas odur ki, uşaq öz əlləri ilə robot toz soranın prototipini yaratdı. Növbəti rəsm çəkən, üzərinə sadə bir motor bağlanılır və titrəmə nəticəsində hərəkətə gəlir və rəsm çəkən robot olur. Digər videoda isə sadəcə rezinin dartınma qüvvəsindən istifadə olunur. Yenə də heç bir motor yoxdur və yaxud digər texniki avadanlıq yoxdur. Burada biz nə görürük? Burada sadə, əlimdəki ən sadə DC motordur, batareyadır və birləşməsi ilə işə salınır. Burada bu falqa tipli lentlərdən, həmin motordan və sadəcə LED işıqlarından istifadə edərək elektrik bir sistem yaradılır. O elektrik sistemi maraqsız kağızın üzərində də göstərmək olardı, amma bu formaya saldıqda
baxın, həm uşaqlar üçün maraqlı olur, həm də ki, həmin o sistemi qapanmasına, işləməsinə müəllim rahatlıqla izah edə bilər. Uşaqlar belə şeyləri dərsdə çox sevir və doğrudan da çox həvəslə iştirak edirlər. Onların öz əlləri ilə yaratdığı bir şey kimi olur. Biz böyüklər üçün o bəlkə də kiçik bir şey olar, amma uşaqların o gözündəki gördüyümüz o sevinç hər şeyi yəni anladır. Burada məsəl üçün günəş sistemini araşdıranda, digər fənlərdə də və yaxud günəş sistemini araşdıranda, öyrənəndə bunu istifadə edib real göstərmək olar. Yəni burada heç bir bahalı avadanlıq istifadə olunmur. Yəni əldə olan və xüsusən də uşaqların rəsm bacarıqlarına və nəyisə düzəltmək, kəsmək, bu motorikada çox vacibdir. Videoya baxmışkən mən bir hadisəni də danışım. Mərkəzimizə bacı-qardaş gəlir. Bacı yaşca 8-9 arasıdır, qardaş daha az yaşdadır. Və ilk dərsdə aydın olur ki, oğlan daha yaxşı hər şey yığır, cəld hər şey edir, amma qız çox çətinlik çəkir. İnstruksiyadan işləməyi yəni çox çətinliklə edir və dərsdən sonra valideyn yaxınlaşır, soruşur ki, qız necə idi? Deyir ki, o uşaq əlində qayçı tutub kağız kəsə bilmir. Yəni, bəsit bir şeydir. Qayçı tutub kağız kəsmək, yaşı da elə yaşdır ki, yəni bunu düşündüyümüzcə bacarmalıdır. Amma belə deyil idi və bir ay sonra valideyn yarı sevincli, yarı şok vəziyyətdə deyir ki, yəni uşaq tam dəyişib, özünə inam, cəldlik və o motorikası artıq rəsm çəkməyə başlayır və o işləri sevir. Bəlkə də özündə inamsızlığa görə bəlkə cəhd etmirdi. Yəni bilirdi ki, alınmayacaq və yaxud çətinlik çəkirəm. Biz necə düşünürsünüz? Məsəl üçün, əlimizdə, mərkəzimizdə deyək ki, bütün texniki avadanlıqlar var. Son texnologiyaya uyğun setlərimiz var və motorlar, beyinlər, sensorlar, hər bir şey var. Bu halda əlavə sadə avadanlığa ehtiyac varmı? Necə düşünürsünüz? Bir cavab almaq istərdim. Yəni, yoxsa sadəcə o setləri qoyur uşaqların qarşısına, yığırlar, sökürlər və dərs bitir. Məsəl üçün, bizim hər modulu uyğun valideynlərin WhatsApp qrupu var və daim o WhatsApp qruplarında dərs haqqında məlumatlar, yarışlar haqqında məlumatlar, hər hansı bir mütəmadi keçirilən imtahan, yoxlama, oyun, yəni bu haqda hesabat videolar paylaşılır və bir dərs öncəsi mən qrupa yazıram ki, növbəti dərs zəhmət olmasa uşaqlar, hər uşaq 2 yumurta gətirsin. Qrupda sakitçilikdir. Heç bir valideyn yəqin ki, ilkin şok anı yaşayırdılar və şəxsidən mənə yazırlar ki, nə baş verir, yəni nə məsələdir? Sizcə nə məsələ idi? Rabitotexnika müəllimi dərsə niyə 2 yumurta istəsin? Onu qeyd edim ki, bu Novruz bayramı ərəfəsində idi və Novruz bayramı bizim adət-ənənə ilə bol olan bayramımızdır. Üzr istəyirəm. Bol olan bayramımızdır və düşündüm ki, çərşənbələrdə sadə bir robot yığmaq maraqsız olar. Və çox araşdırdım, internetdə nəsə prototiplər tapdım, amma tam da işə yaramırdı və onu əvvəlcədən özüm oturub düzəltdim, yumurta gətirdim, yoxladım və yumurta boyayan bir robot oldu. Bu 5 il öncənin idi, yeni başlayırdıq və həmin dərsdəki izdihamı siz təsəvvür edin, uşaqlarda olan sevinci, onlar yumurta boyamaq üçün valideynləri həmişə anaları boyadığı yumurtaları bunlar artıq özləri robot düzəldib, boyuyub və dərsdən sonra əllərində qaçıb həmin o valideynə anaya göstərirdilər ki, bax, ana, mən nə düzəltdim. Və yaxud Novruz bayramında daha nə edirik? Papaq atırıq. Onu da etmişik. Uşaqlara izah olundu ki, onu da deyim ki, bu yumurta boyayan robotu digər dərslərdə modullar, setlər fərqlənir. Yəni bir setdən
bu formada yığırsansa, digər setdən biraz fərqli yığmalısan. Artıq uşaqlara sərbəst tapşırıq verilirdi ki, sizə belə bir qurğu lazımdır. Deyək ki, təkərlər olmalıdır, təkərlər fırlanır, üstündə yumurta fırlanmalıdır və siz onu boyaya bilərsiniz. Uşaqlar artıq onu sərbəst şəkildə düzəldirdilər. Papaq atmaq üçün bizə nə lazım idi? Papaq, robot, qapını döyə biləcək robot. Önə, arxaya gedən robot, bu təxmini maşın tipli bir robotdur. Və belə bir qurğu lazım idi ki, o qapını döyə bilsin. Uşaqlar düşündü, daşındı, düzəltdilər, qapını döyə bilmirdi, səs çıxmırdı. Sonra artıq elə hesablamalar, ölçülər etdilər ki, maşın qapıya yaxınlaşanda döyür və səs çıxır. Qarşıda o videoları görəcəksiniz. Papaq da atdıq. Sonra nə etmək olar? Düşünürdüm ki, tonqal, yəni real tonqal qorxuludur. Bu çox da yaxşı qutarmaya bilər. Və qeydlər üçün stiker kağızlar var. Artıq bir tərəfi düşündüm ki, detalları da çox korlamaq olmaz. Fərqli yapışqanlarla yapışdırmaq olar, amma detalları da korlamaq olmaz. Ona görə həmin o qeyd olan kağızları götürdüm. Uşaqlar özləri onu alov dilləri formasında çəkdilər, rənglədilər və sadəcə izah etdim ki, elə bir konstruksiya yaradın ki, aşağıdan yuxarıya doğru azalsın və fırlansın. Hər uşaq fərqli bir formada onu düzəltdi. Həmin o stikerləri yapışdırdıq və tonqal alındı. Keçək növbəti. Burada həmin o Novruz ərəfəsi yumurta boyamadı. Bu isə yumurta döyüşdürmək üçün və arxa fonda da arenamızda kiçik səmənlərdən ibarətdir. O səmənləri dərsdə uşaqlarla birlikdə düzəldib hazırlamışdıq. Və tonqal videomuza da baxaq. Bu da tonqalımız. Və istər hər hansı bir tarix hadisələrə, bayramlara aid daim ona uyğun, yəni bayramıdırsa ona uyğun robotlar düzəldirik. İstənilən, deyək ki, yer kürəsi haqqında və yaxud günəş sistemi haqqında dərsdirsə, mütləq əlavə detallar ilə siz yalnız müsbət təsir edirsiniz. Yəni, uşaqlar əli ilə, belə deyək, modullarımızdan birində kiçik yaşlarda uşaqlar üçün sadə qapı formasında bir robotdur. Yəni, qapı açılır, bağlanır. Uşaqlar onu düzəltdi, yoxladılar və əllərinə kağız və qələm verdim. İlk vaxtlar uşaqlar soruşurdu ki, rəsm dərsidir, yoxsa robototexnika. Və tapşırıq belə idi ki, o həmin qapını çayda olan bir böyük çayda gəmiləri buraxan bir qapı kimi təsəvvür etsinlər. Və həmin kağızın üzərində çay çəkilir, kənarında yaşıllıq çəkilir və artıq onun üzərində yoxlayanda və o xırda bir şeyi dərsə qatanda hər bir şey dəyişir. Yəni, uşaqların əhval-ruhiyyəsi dəyişir və s. Deyək ki, əlimdə çox sadə, istənilən, deyək ki, kənar hissələrini kartondan və yaxud digər detallardan düzəldə biləcəyiniz bir qurğudur. Burada dişli çarxlardır. Ümumiyyətlə, biz yarış maşınları düzəldəndə digər elə mexanizmlərimiz olur ki, çox sayda dişli təkərlər istifadə olunur, çarxlar. Onların işləmə prinsiplərini uşaqlar anlamalıdır.
mexanizmi düzəltmədən. Nəyə görə? Birincisi, çarxların əks istiqamətdə hərəkətini, bir-birinə ötürəcək sürəti. Ona görə ki, böyük çarx kiçik çarxı daha sürətli fırladır, kiçik çarx böyük çarxı daha yavaş fırladır. Və o xırda, deyək ki, məlumatları biz həmin o yarış maşınlarında istifadə edirik. Bu qurğuya sadəcə rəngli kağız əlavə edirəm.